Cabir İmanov uzun müddət polis orqanlarında işləyib, o polis polkovniki olubdu və Mədəd Quliyevin vaxtında Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzinin rəisi vəzifəsində də çalışıb xidmət edibdi. Cabir İmanov ta qədimdən 2003-cü ildən bəri, elə ondan qabaq da ancaq banditizmdə və bəzi polis orqanlarında xidmət elədiyi yerdə Azərbaycan xalqına işgəncə verib. Günahsız insanları döyüb, işgəncə verib. Və 2003-cü ildə də xüsusilə Heydər Əliyev xaladenikdə olanda İlham Əliyevin gəlməsi üçün xalqa divan tutanlardan biri olubdu. Ən ağır xalqa zülm eləyən, istər banditizmdə, istər KPZ-lərdə, istərsə də meydanda xalqa ən ağır zülm eləyən şərəfsiz, alçaq, namussuz cındır olubdu. Və təxminən 20 gün qabaq Cabir İmanovu banditizmin rəisi qoymaq istəyiblər. Bilirsiniz ki, Mehriban Əliyeva ilə də arası saz idi. Cabir İmanovu banditizmin rəisi vəzifəsinə qoymaq istəyiblər. Yəni ki, yəqin ki, Mehriban Əliyeva istəyib. O buna görə Vilayət Eyvazovun qəbulunda olubdu 20 gün qabaq. Lakin orada Vilayət Eyvazovun qəbulunda aralarında mübahisə düşübdü. Yəni nazir Vilayət Eyvazovla polkovnik Cabir İmanovun arasında mübahisə düşübdü. Mübahisənin səbəbi bilinmir. Amma nazirlikdə işləyənlər deyirlər ki, Cabir İmanov nazir Vilayət Eyvazovun otağından çıxanda deyinərək bunu deyirmiş. Deyinərək dodağın altında bunu deyirmiş. Bezmişəm bunların əlindən. İşləri ancaq şantaj etməkdir. Bezmişəm bunların əlindən. İşləri ancaq şantaj etməkdir. Cabir polisdə insanları işgəncə vermək görüntüləri ilə Cabir polisdə insanları işgəncə vermək görüntüləri ilə şantaj olunurdu. Yəni, bilirsiniz də, bu hələ meydanda olanları siz görmüsünüz. Amma polis KPZ-lərində Cabir necə insanları soyundururdu, başına nə oyun açırdı. Bax, o görüntülərlə Cabir şantaj edilirdi. İndi o görüntülər ortaya çıxsaydı nə olacaqdı? Hamı Cabirin arvadını, uşağını, nəm qızı gəlini varsa, ölüsü, dirisi hamısı söyəsiydi, elə deyilmi? Deməli, Cabir polisdə insanlara işgəncə vermək görüntüləri ilə şantaj edilirdi hər zaman. Və o bu görüntülərə görə deməli Planet Parni iz Bakunun son konsertlərində polisləri tənqid etməyi dayandırmışdı. Yəni bu görüntülərə görə yəqin tələb eləyiblər də polisləri Parniz Bakuda polisləri parodiya eləmək, tənqid eləməyi dayandır və ona görə də son Parniz Baku deməli konsertlərində dayandırmışdı polisləri parodiya eləmək, tənqid eləməyi. Cabir İmanovu ona görə banditizmə rəis gətirmək istəyirdilər ki, Amerika və Avropa hesabatlarında banditizm işgəncə yuvası kimi tanınır. Aktyoru ona görə gətirib ora qoymaqla gözdən pərdə asmaq istəyirdilər ki, göya banditizmdə xalqı sevən adamı rəis gətirib qoyublar. Xalqı sevən adam banditizmə rəis gətirilibdir. Xalqını sevən adam və xalqın sevdiyi adam. Göya polisdə müsbət irəliləyişlər var kimi görüntü yaratmaq istəyirdilər. Avropanı və Amerikanı aldatmaq istəyirdilər. Cabir İmanov
özü də 2003-cü ildə mitinqlərdə insanları döyüb, banditizm binasında insanlara işgəncə verilmiş. O əvvəllər ölkədə mafiya kimi tanınan Hacı Məmmədovun bandasının üzvü olubdu. Hacı Məmmədov tutulandan sonra isə Cabir həmin mafiyadan ayrılır, lakin o polisdən çıxarılmır, işinə davam edir. Cabir İmanov 2 gün qabaq Cabir İmanov banditizmə çağırılmışdı. Orada onu ailəsi ilə hədələyiblər. Və bu gün o Hacı Şahin kimi zəhərlənərək öldürüldü. Və bu gün Cabir İmanov Hacı Şahin kimi zəhərlənərək öldürüldü. Yəni, yadınızdadır, Hacı Şahini də Mehriban Əliyeva şeyx gətirmək istərdi. Yəni, Şeyxülislam Hacı Allah şükür Paşazadanın yerinə Hacı Şahini qoymaq istərdi. Şeyx və Rus mafiyası onu öldürdü. Mən necə öldürdü, hansı dərmanla hamısını dedim sizlərə. Eynilə də bunu yəqin ki, Mehriban Əliyeva banda dilə gətirmək istəyirdi reis. Yəni, gətirmək istəyirlər və öldürdülər. O sadəcə idman zalına gəlib, Cabir İmanov idman zalına gəlib, idman məşqləri etməyib, sadəcə içəri girib, oturacaqda oturub və bir dəfəlik ürəyi tutub keçinib. Onu heç bir ekspertizaya aparmadılar. Heç bir ekspertiza etmədilər. Sürətli şəkildə Cabir İmanovun dəfn prosesi aparıldı, sürətli şəkildə. Çünki o zəhərlənərək öldürülmüşdü. Belə dərman var, su ilə yemək nəsə qatırsan, müəyyən müddətdən sonra, necə deyərlər, infarkt keçirir, dəyərli həmvətənlər, infarkt olur. Cabir İmanovun bugün, yəni polkovnik Cabir İmanovun bugün aradan götürülməsinin səbəbi də elə bugünə təsadüf eləməsi də təsadüfi deyil. Bugün qiymət artımı, kütləvi şəkildə qiymət artımı, xüsusilə metroda, avtobuslarda qiymət artımı xalq arasında ciddi narazılığa səbəb olmuşdu. Bu sifarişli qətil həm də gündəmi dəyişdi zamanında, lazım olan zamanda.